Yenə deyirəm ki, quraqlığa davamlı bitkilərdir. Kök sistemi dərinə gedir, kök təzyiqləri sürətli olur, yeraltı orqanı yaxşı, yerüstü hissəsi kiçik olurlar. Yarpaqların ağızcıqları çox vaxt qalın kütüklər örtü ilə örtülmüş olur. Ağmım örtü yağa bənzər məhlulla örtülmüş olur ki, işığı neynəsinlər? Əks elətdirsin. Ağızcıqların əsas hissəsi altda yerləşir, üstdə isə demək olar ki, olmayacaq səviyyədə, çox az miqdarda olur. Ağızcıqları xırda və seyrək olurlar. İndi gəldi çıxdı hiqrafitlərə. Hiqrafitlər və yaxud da hidrafitlər, bunlar suyu tələb edən bitkilərdir. Onların ağızcıqlar demək olar ki, üst səviyyədə yerləşirlər. Məsəl üçün, Viktoriya ilə Suzan bağında ancaq üstdə yerləşir. Çünki alt sətir nə ilə təmasdır? Su ilə təmasdır. Ona görə hiqrafitlərdə ağızcıqların 99% üstdə yerləşdiyinə görə ağızcıqlar iri-iri, sıx-sıx yerləşir. Düzdürmü? Kök təzyiqləri aşağı olur, kökləri zəif, amma yerüstü orqanlar necə olur? Güclü inkişaf eləmiş olurlar. Ona görə üstünü təmiz saxlasaq, alt hissəsini yağlasaq da belə hiqrafitlər sağ qalacaq. Əsas odur ki, ağızcıqlar, yəni üst səthi təmiz qalsın. Mezos orta deməkdir uşaqlar. Mezofitlərdə belədir. Əsas hissəsi 70%-ə qədər ağızcıqlar altdadılar. 30%-ə qədər təqribən üstdə yerləşirlər. Onların ağızcıqları alt hissəsində əsas kütləsi yerləşdiyi üçün alt hissəsini təmiz saxlasaq sağ qalacaqlar. Üst qismi isə yağlasaq, yəni yenə deyirəm, ölməyəcək. Əsas odur ki, alt hissəsi nə olsun, açıq vəziyyətdə qalsın. Yəni bu dediyim kimi Qafqazda yaşayan bitkilərin əksər qismi məhz bura aiddirlər. Sonra yarpağın daxili anatomik quruluşuna gəldikdə, dediyim kimi dəricik. Dəricikdən sonra gəlirdi, deməli, hansı toxuma? Bəli, parenxim toxuması yaşıl hissəyə gəlib çıxır. O da bölünürdü iki yerə, sütunvari və süngər. Sütunvari toxuma iki cərgədə sıx-sıx yerləşmişdir. Arasında heç bir hava boşluğuna rast gəlinmir və xlorofillərin miqdarı daha maksimaldır. Çünki işıq üstdən düşdüyünə görə xlorofillər stimulyasiyası da ona görə sürətli baş verir. Dediyim kimi xlorofillər çoxdur, tündür, sıxdır və ona görə də yarpağın üst hissəsinə baxanda yaşıl rəngli görünməsinin səbəbi məhz sütunvari toxumadır. Alt hissədə isə süngərvari toxumadır. Adı üstündə də süngər kimi yerləşmişdir. Nisbətən seyrəkdir. Arasında hava boşluqları var və yarpağın alt tərəfindən baxdıqda açıq yaşıl rəngdə görünməsinin səbəbi məhz süngər toxumadır. Orada da xlorofillər var. Orada da fotosintez prosesi gedir. Amma üstə nisbətən daha zəifdir. Çünki alt qismi işıq zəif düşmüş olur. Və bəzi bitkilərdə yəqin fikir vermişsiniz, yarpağın alt hissəsi qırışlı olur ki, səth sayısı artırılsın. Az sayda xlorofillərə malik olduqları üçün üst hissəsi hamar olur, amma xlorofillər çox olduğu üçün üst qism fotosintezə əsas iştirak edən hissədir. Beləliklə, uşaqlar, bəzi bitkilərdə süngərvari toxuma olmaya da bilər, yalnız sütunvari toxuma ola bilər. Yəni, məsələn, kölgə davamlı bitkilərdə məsələn belə olurlar. Sonra yarpağın mərkəzinə doğru gəldikdə isə mərkəzi hissəsində borucuqlar yerləşir, paralel olaraq həm də liflər yerləşmişdir və borular da bölünürlər iki yerə uşaqlar. Floema boruları, bir də ksilema boruları. Floema boruları, bax burada şəkli verilmişdir. Floema boruları yarpağın mərkəzi hissəsində yerləşmişdir. Borular və liflər yarpağın damar dəstini yaradır. Borular, ksilema boruları suyu aşağıdan yuxarı doğru ötürürlər. Aşağıdan yuxarı doğru suyun ötürülməsində nə iştirak edir? Bir yarpağın sorucu qüvvəsi, bir də kök təzyiqi, bir də yarpaqların damarlarının divarına edilən təzyiq olacaqdır. Yəni, əsas iki qüvvə götürülür. Kök təzyiqi ilə yarpağın sorucu qüvvəsi. Nə qədər bitkidə yarpaq çoxdursa da, ayası bir o qədər böyüdürsə də, bunun kök təzyiqi də yetərincə sürətli olacaqdır. İndi bəzi, məsələn, hiqrafitlərdə bu qanun düzdür, harcada düz gəlmir. Onların bilirsiniz də, məsəl üçün, belə deyək də, Viktoriyada yerüstü isə yekə olur, amma kökləri balaca olur. Zaten buna ehtiyac da duymurlar. Çünki su ilə ona heç bir problemi yaşamır, suyun içində yaşadığı üçündür. Deməli, borucuqlarla su qalxır, xlorofillər olan hüceyrələrə fotosintez prosesi gedir və yaranmış üzvü birləşmələr ələbənzər borularla yarpağın aşağısına gövdədən kökə doğru üzvü birləşmələr ötürülür və bütün orqanlar məhz yarpağın hesabına qidalanmış olurlar. Bəs liflər nə edirdi uşaqlar? Liflər isə yarpaqda mexaniki funksiyanı icra edir. Zaten mexaniki toxumaya aid olduğuna görə möhkəmliyi təmin etmiş olurlar. Deməli, yarpaqda hansı toxumalar var? Dəricik, örtük, sütun və süngər, parenxim, borucuqlar olduğuna görə olacaqdır. Borucuqlar olduğuna görə ötürücü, liflər də olduğuna görə mexaniki. Demək, əsas 4 toxumadan təşkil olunmuşdurlar. Bu da yarpağın deməli daxili quruluşu. Sonra yarpaq mozaikası nədir? Mən bax müxtəfi izah elədim. Siz bilirsiniz ki, yarpaq bitkilərdə heç bir yarpaq normala görə heç bir yarpaq digər yarpağın üzərini örtə bilməz. Çünki yarpaq sapları ən azından buna imkan verməyəcəkdir. Bəs bitkilərin işığa doğru hərəkəti nə baş verir? Bu prosesə deyilən
deməli, trapezm, foto işıq deməkdir, tropi hərəkət deməkdir. Yəni bitkilərin işığa doğru hərəkəti nə dedik? Fototrapezm deyirlər. Anlaşıldımı? Yəni belə olmasa da yarpaq saplağı ümumiyyətlə heç bir funksionallığı olmaz. Yəni saplağın əsas funksiyası məhz fototrapezmi təmin etməkdən ibarətdir. Və belə bir təcrübə də var. Yəqin dərsliklərdə də görmüsünüz uşaqlar. Deməli, yarpağı nə edirlər? Bir hissəsini bağlayırlar, bir hissəsini açıq vəziyyətdə saxlayırlar. Əgər hansı hissə bağlıdsa da oraya işıq düşmür. İşıq düşmədiyinə görə orada da fotosintez getmir və orada da heç bir nişasta yaranmır. Həmin hissəni yodla belə sonradan yod toxundursaq da belə o hissə göyərməyəcək. Çünki fotosintez getmirsə, nişasta yaranmır. Nişasta yaranmırsa da yodun da təsirindən göyərməyəcəkdir. Hansısa açıq qalıbsa orada fotosintez gedəcəkdir. Fotosintez getdiyinə görə də nişasta yaranacaqdır. Nişasta da bilirsiniz də təyinatı nədir? Yoddur. Yod vasitəsilə təsir etdikdə həminsə görəcəkdir. Bax, həmin təcrübənin də belə deyək də sübutu bax burada verilmişdir. Sonra burada isə deməli bitkinin həqiqətən də işığın təsirindən fotosintez edib etməməsi göstərilir. Yadınızda saxlayın, işıqlı qabda və qapalı qab olmalıdır. Çünki qapalı qab ona görə olur ki, ora heç bir qaz daxil olmasın. Və bir müddətdən sonra işıqlı şəraitdə bütün rütubət verilmə şərti ilə fotosintez prosesi gedir və fotosintez getdikdən sonra ora yanar çöpü salan zamanı həmin közərmiş çöp başlayır çox sürətlə alışmağa. Bu bir daha isbatlayır ki, burada hansı qaz yaranıbdır? Oksigen qazı. Çünki əvvəllər bilmirdilər ki, həqiqətən də fotosintezdən oksigen qazı yaranırmı yoxsa yox. Əvvəllər güman edirdilər ki, əsas etibarilə belə deyək də başqa qazlar yaranır və tam oksigen olduğunu isbat edə bilmirdilər. Lakin qaranlıqda isə qapalı qabda həmin bitki o şərtlərlə saxlanır, lakin işığı söndürürlər. Yanar çöpü salan zamanı yanar çöp sönür. Bu ona görə sönür ki, orada oksigen yaranmayıb. Çünki bilirsiniz ki, bitkilər qaranlıqda yalnız tənəffüs prosesi icra edirlər və tənəffüsdə də hansı qaz yaranacaq? Karbon qazı. Və karbon qazı da nə edəcəkdir? Yanar çöpü nə edəcək uşaqlar? Söndürəcəkdir. Başqa bir təcrübədə də burada verilib uşaqlar. Həqiqətən də tənəffüsdə karbon qazının yaranmasını necə isbat edirlər? Həmin şərtlər daxilində sadəcə qabın altına kalsium oksid, yəni qələvi məhlulu qoyurlar. Yaranmış karbon qazı qələvi məhluluna, yəni CO2 kalsium oksidlə reaksiya girəndə nə yaradır? Ağ çöküntü, bəli, kalsium karbonat yaradır və bu bir daha isbatdır ki, həqiqətən də tənəffüs prosesində karbon qazı ayrılmışdır. Aranjeriyalarda uşaqlar bilirsiniz ki, qapalı yerlərdir. Orada da mütəmadi olaraq, yəni baxmayaraq ki, qapalı yerlərdir. Belə baxanda orada fotosintez də tənəffüs də sürətli gedir. Lakin mütəmadi olaraq aranjeriyaların üzərini örtən o şüşə və yaxud da plyonkaları mütəmadi açırlar. Ora hava keçməsi təmin edirlər ki, orada karbon qazının miqdarı aşağı düşməsin. Çünki oksigen qazının çox olmasına baxmayaraq karbon qazının miqdarı azalarsa fotosintezin prosesi nə olacaqdır? Aşağı enmiş olacaqdır. Mən bir də fotosintezi 12 inç izah eləyirəm o prosesləri. İndi hələlik tezdir. Fotosintezlə tənəffüsün bəs fərqi nədir? Tənəffüsdə oksigen udulur, fotosintezdə isə deməli oksigen ayrılır. Tənəffüsdə karbon qazı buraxılır, amma tənəffüsdə karbon qazı buraxılır, fotosintezdə isə karbon qazı udulur. Tənəffüs bilirsiniz ki, sutkadan asılı olmur, mütəmadi baş verə bilər prosesdir, amma fotosintez isə işıqdan asılı olacaq bir prosesdir, işıqda gedir. Əslində düzdür, yuxarı dərsliklərdə işıqda qaranlıq mərhələsi var, onu bir dərs ayrıca keçərəm. Tənəffüs bütün canlılarda baş verir, amma fotosintez adət üzrə xlorofilli orqanizmlərdə baş verir, yaşıl bitkilərin əksəriyyətində baş verir. Sonra tənəffüs prosesində üzüm maddələr sərf olunur, ona görə ekzotermik reaksiyadır, kütlə azalır. Fotosintezdə isə əksinə üzüm maddə yarandığına görə kütlə artır və endotermik reaksiyalardır. Tənəffüs prosesində dediyim kimi enerji ayrılır, bayaqlar dedim, opsində isə enerji udulurdur. Bu belə. Bir də bitkilərdə transpirasiya prosesi var uşaqlar. Transpirasiya nədir? Yarpağın səthi vasitəsilə suyun nə idi? Buxarlanmasıdır. Təcrübə ilə onu necə isbatlayıblar? Belə bir ştativə yerləşdirirlər və şüşənin içərisinə qoyulmuş yarpağın qırağına pambıqla bağlayırlar və bir müddətdən sonra həqiqətən də həmin o qabın divarında su buxarlarının olduğunu isbatlayıblar. İkinci də həmin təcrübəni bir başqa cür eləyiblər. 3 dənə sınaq şüşəsi götürürlər. Birinin üzərinə açıq su qoyurlar və heç bir yağ qoymurlar. İkinci yenə də su qoyurlar, lakin üzərinə nazik yağ təbəqəsi çəkirlər. Üçüncüsü yağ təbəqəsi çəkilir, amma ora bitki yerləşdirirlər. Görürlər ki, yağı bağlanmış, yəni yağla tam qapanmış olan sınaq şüşəsində heç bir su dəyişkənliyi, yəni suyun səviyyəsinə enmə müşahidə edilməmişdir. Birincisində isə qismən enmə müşahidə edilmişdir. Çünki bilirsiniz ki, su hövzəsindən də suyun buxarlanması zəif də olsa baş verir. Amma üçüncü bitkidə isə yarpaqlar suyu transpirasiya etdiklərinə görə suyun səviyyəsi kəskin olaraq nə olmuşdur? Enmişdir. Və bu bir daha isbatlayır ki, həqiqətən də yarpaqların səthi vasitəsilə suyun buxarlanması baş verir. Sual versiniz ki, müəllim, niyə baş verir? Çünki bitkilərin yarpaq səthi sayısı qızırlar. Qızdıqlarına görə suyu nə edirlər? Buxarlandırmaq zorunda qalırlar.
Deməli, testlərdə düşür ki, meşənin yanından keçən zamanı sərinlik hissi niyə baş verir? Çünki udulmuş enerji nə edirlər? Əks elətdirirlər. Düzdürmü? Və yaxud da dəmir parçası qızır. Niyə yarpaq qızmır? Yenə deyirəm ki, onlar kondensat su yaradırlar və yarpağın səth sayısı soyduğuna görə yarpağın temperaturu həmişə sabit qalmış olur. Aydın oldu mu? Buna da dedik nə? Transpirasiya. Və transpirasiyanın qutasiyanın fərqi nədir? Transpirasiya yarpağın səthi vasitəsilə ağızlıqlar hesabına su yuxarılanmasıdırsa da, burada yalnız qızmadan qorunur. Qutasiya isə iri ağızlıq hüceyrələr, hidadotlar vasitəsilə suyun damcılar şəklində ayrılmasıdır. O da adəti üzrə çiyələkdə və taxıl bitkilərində iri şeh dənələri formasını görə bilərik. Qutasiyada həm də ifrazat məhsulları, yəni duz zərrəcikləri, duz kristallarında xaric olduğunu görə bilərik. Yəni qutasiyanın, transpirasiyanın fərqi böyükdür. Yarpağın metamorfozlarına gəldikdə isə uşaqlar, yarpaqda metamorfozlar yetərin qədər çoxdur. Tikana çevrilmiş bitkilər zirincdir və bir də ki, kaktusla maldilidir. Kaktusla maldilidə bütün yarpaqlar tikana çevrilir, amma gövdə sukulentləşmişdir. Zirincdə yarpağın bir qismi yarpaq, digər qismi isə tikana çevrilmişdir. Bu qismən pis şəraitdə bitən bitkilərdir. Noxudda, lərcədə yəqin yadınızdadırsa da yarpağın ucu çevrilmişdir. Əgər yarpağın ucu bığcığa çevrilirsə, bu yarpağı mexaniki toxumasının zəif inkişaf etməsi ilə bağlıdır. Həm də nə edirdi? Bitkini belə deyək də hər hansı bir əşyaya və yaxud da çubuğa dırmaşdıraraq onun işığa doğru qalxmasını təmin etmiş olurdu. Başqa metamorfoz formaları da var əlbəttə ki, ehtiyat su mənbəyi tutanlar var. Yəqin yadınızda da aloe ilə agava bunlara aid. Onlar sukulent yarpaqlar deyirlər. Yarpağı pulcuğa çevrilənlər var. Sər varsa yəqin görmürsünüz, xırda formada, yaşıl balaca pulcuq şəkli yarpaqlardır. Amma onlar avtotrofdur, diqqətli olun. Yarpağı pulcuğa çevrilib, lakin fotosintezdə iştirak etmirsə, bunlar qızıl sarmaşıq, yəni latriyada belədir. Onlar pulcuğa çevrilsə də avtotrof deyirlər. Amma sər vardızda yaşıldır və avtotrofdur, çünki xlorofillər vardır. Sonra iynəni dedim, yox demədim, şamda, küknarda, qara çöhrədə yarpaqlar nə idi? İynəyə çevrilmişdi. Tikanı da vurğuladım. Gəldi tutucu orqanlara uşaqlar. Tutucu orqanlar, bunlar adəti üzrə miksotrop qidalama tipinə aid olan bitkilərdilər. Deməli, torpaqda azotun kəskin defisiti şəraitində, yəni azlığı şəraitində bu bitkilər məcburən ikizli qidalama tipinə keçir. Məsələn, bax, burada şehçiyə bitkisi verilmişdir. Yarpaqların uç hissəsi şirə ifraz edirlər. Şirə ifraz elədiyinə görə həşərat həmin şirəyə doğru gəlir və şirə ilə qidalanmaq istədikdə həmin şirəyə yapışmış olur. Sonra başqa bir şəkillər də var. Məsəl üçün, Nepenthes deyilən bir, küpotu deyilən bir bitki var. Onun da yarpağın bir qismi gördüyümüz kimi küpəyə çevrilmişdir. Onun yarpağın uç hissəsində xüsusi şirə ifraz olunur. Xüsusi o belə ətrə sahibdir. Hətta gəmiricilər belə gəlib o şirədən qəbul etmək istədikdə iynə görə gəlirlər və sürüşüb onun içinə daxil olurlar. İçərisi fermentlə doluduğuna görə orada olan o düşmüş heyvan artıq azad ola bilməz. Orada əriyir. Bəzən bəli ölçüsünə görə böyük olana yarpağı cırıb çıxa bilirlər. Amma qalanları isə onun içərisində fermentasiya uğrayıb və beləliklə məhv olur. Ölmüş hissəciklər horra halına düşdükdən sonra bitki onun həmin ozulasiyasını sorur. Midyə tutan bitkisində isə bu maraqlıdır. Bunun adını Venusda, Venerada deyirlər. Yarpağın saplağı əslində normal saplaq funksiyasını icra edir. Amma yarpağın ayası çevrilib tutucu orqana. Bu əlin sürətinə 2 dəfəyə qədər sürətli qapanır. Bu necə baş verir? Mütləq diri hərəkətdə olan həşərat toxunur. Toxunan kimi dərhal sürətlə qapanır. Və yarpağın alt qatında olan su molekulaları yarpağın üstünə doğru sürətlə axır və yarpağın üst dəricə olan hüceyrələrinin turqor vəziyyətinə almasına səbəb olur və bu zaman həşərat içəridə boğulur. Və yarpağın səthi başlayır ferment ifraz eləməyə. Fermentlər də həşəratın traxealarına dolur və onu məhv edir. Bir müddətdən sonra fermentasiya gedir. İçərisində olan üzü birləşmələr maye halına alınandan sonra, düşəndən sonra tam bitki tərəfindən sorulur. Sonra həmin yarpaq hissələri ayaları açılır və içərisində düşmüş o cücü hissəciyi xırda külən hesabına kənarlaşdırılmış olur. Deməli, canlı heyvan kütləsi qəbul etdiyi üçün nə baş verəcəkdir? Azot defisitini aradan qaldıracaqdır. Qovuqlu bitkidə bizim bildiyimiz kimi başqa bitkilərin nisbəti Azərbaycanda var bu və bunun kök sistemi olmayan örtülü toxumu bitkilərdir. Gördüyümüz kimi bütün hər bir halda yarpağı metamorfozudurlar. Xəzan da deyirəm, ona da bitirirəm uşaqlar. Xəzan bölünürlər 2 yerə. Yay xəzanı var, bir də payız xəzanı var. Yay xəzanı yadınızda saxlayın. Adəti üzrə ilin ən isti vaxtlarında baş verə bilən xəzandır.
Və bu xəzanın baş vermə səbəbi artıq su itkisinin qarşısını almaqdan ibarət idi. Aydın oldu mu? Saksal deyilən bitki var. Yayın iyul aylarında çox vaxt bütün yarpağını tökür və yarpağını tökür ona görə ki, nə etsin? Bayaqla vurğuladığım kimi artıq su itkisinin qarşısını alsın. Havalar soyanda yenidən yarpaqlarını yaradırdılar. Payız xəzanının isə 5 dənə səbəbi var. Birincisi, günün uzunluğunun qısalması. Günəşin 14 saata 12 saat edirdi, daha sonra aşağı düşürdü. İkincisi, iqlimin soyuması ilə əlaqədar olaraq torpaqda suyun soyuması. Bitki torpaqda su soyuduğuna görə torpaqdan olan, yəni köklər də nə edirdi? Suyu zəif sorurlar və deməli bitkilərin köklərinin su sorma qabiliyyəti nə edirdi? Zəifləyirdi. Yerüstü hissədə transpirasiya və fotosintez prosesi aşağı düşürdü və beləliklə bitkidə lazımlı birləşmələr, yarpaqda olan lazım birləşmələr gövdəyə, gövdədə olan zərərli birləşmələr isə beləliklə yarpağa gəlir. Ayrıcı qat formalaşandan sonra yarpaqla gövdə arasında ayrıcı qat formalaşır və tökülür. Xatırlatma. Həmin hissəyə deyirlər çapıq toxuma, yarpaq çapığı da deyirlər. Onun üstündə və altında yeni deməli tumurcuq formalaşa bilər. Yeni yarpaq yarana bilər. Amma üzərində heç bir zaman yeni deməli yarpaq hüceyrəsi formalaşa bilməz. Bəs transpirasiyanın, mən bayaqları vurğuladım, amma əslində transpirasiyanın bir şeylər qaldı. Bunu da deyim, ona yekunlaşdırıram. Transpirasiya havanın rütubətindən və havada olan karbon qazından yadınızda saxlayın, tərs asılıdır. Lakin küləyin sürəti nəsə kvadratik asılıdır. Çünki yarpağın, havada küləyin miqdarı artdıqca yarpağın ağızlıq hüceyrələri bir-birinə toxunub qapana bilmirdi deyənə, bitkilər lazım olduğundan artıq suyu itirirdilər və bu zamanı artıq su itkisi baş verdiyi üçün dehidratasiya baş verir və bitki su itkisindən ölürlər. Temperatura qədər isə 30 Selsiyə qədər temperatura qədər düz mütənasib idi. 30-dan sonra sürət mütləq şəkildə aşağıya enirdi. Çünki 30-a qədər bitki qızmadan qorunsa da 30-dan sonra ağızlıqlar maksimum dərəcə qapanırdılar ki, nə olsun, suyunu itirməsinlər. Əks təqdirdə bitkilər ölə bilərlər. Hə, temperatur bir müddətdə qədər uzun müddətli qalxarsa və bitkiyə əlavə su verilməzsə, təbii ki, bu da nə nəticələnəcəkdir? Bitkinin deməli turqordan düşməsindən və ölümünə nəticələnəcəkdir. Bəs turqor nə idi? Turqor su molekulasının yarpağın hüceyrəsinin divarını etdiyi təzyiqə deyirlər. Nə? Turqor. Turgeri sözünün də mənası şişkinlik demək. Yadınızda saxlayın. Su molekulasının yarpaq hüceyrəsinin etdiyi təzyiqdir. Bu da belə. Bəli. Deməli, yarpağın quruluşunu dedim, transpirasiyanı izah elədim, xəzanı izah elədim. Deməli, yay xəzanı dedim ki, su itkisinin qarşısını alırsa, payız xəzanı donmanın qarşısını alır. Bax, yadınızda saxlayın. Anatomik quruluşunu dedim, qalan hər bir şey demək olar ki, dedim. Deməli, uşaqlar, yarpaqların zoğ üzərində düzülüşü bölünür 3 yerə, növbəli, qarşı-qarşıya və topa düzülüş. Əgər buna spiralvari düzülüşdə deyirlər, bir buğumdan bir yarpaq çıxarsa, buna deyirik növbəli, qarşı-qarşıya bir buğumdan 2 yarpaq çıxarsa, buna deyirik qarşı-qarşıya, bir buğumdan 3-dən 7, bəzən daha artıq yarpaq çıxarsa, buna deyirik topa düzülüş. Yadınızda saxlayın, məsələlər buna dair çox olur. Bəs buğum nədir, buğum arası nədir və çox terminlərdir? Buğum yarpaq saplağının gövdəyə birləşdiyi yerə nə deyirlər buğum? Bax, burada da verilib. Yarpağın saplağının gövdəyə birləşdiyi yerə nə dedik? Buğum. İki buğumun arasında qalan sahə nə dedik? Buğum arası dedik. O da N-1 düsturu ilə tapılırdı. Deməli, yarpaq saplağı ilə gövdə arasında qalan bucağa yarpaq qoltuğu, oradan inkişaf edən tumurcuğa isə qoltuq tumurcuğu deyəcəyik. Bu da belə. İndi gəlin başlayaq. Burada təbii ki, dərsliklərdə də verilib ki, qarşı-qarşıya növbəli topa düzülüşlər haqqında, yəni bitkilərə dair nümunələr verilmişdir. Gəlin məsələ həllərinə başlayaq. Yəni uşaqların qaranlıq qaldığı yerlər var. Bu məsələ standart bir qaydana edirik. Mən bayaqla sizə vurğuladım ki, dedim ki, buğum arasını tapmaqdan ötəri N-1 düsturundan tapırıq. Yadınıza saxlayın. Yarpağın sayı nə qədər verilibsə, bir nöqtədən çıxan yarpağın sayına bölməliyik. Məsələn, növbəli düzülüşdə tutaq ki, 10 dənə yarpaq verilibsə, bir nöqtədən neçə yarpaq çıxırdı? 1 yarpaq. Onu bölürdünüz 1-ə, bu elədi 10 dənə. Yəni ki, burada bir yarpaqdan çıxan, yəni bir buğumdan çıxan yarpağın sayıdır. Bu 10 ümumi yarpağın sayıdır. Bu isə nə oldu? Buğumun sayı. Deməli, biz N-1 ilə nəyin sayını tapdıq? Buğumun sayını tapdıq. Bir də deyirəm, ümumi yarpağın sayını bir nöqtədən çıxan yarpağın sayını bölməklə biz buğumu tapırıq. Sonradan buğum arasında demişdim, nə ilə tapırdıq? N-1 ilə. Ondan da birini çıxanda qalırdı nə? 9 dənə buğum arası. Bunu da yəqin bildik. Bəs qarşı-qarşıya necə edirdik? Qarşı-qarşıya da bilirsiniz, 2 yarpaq çıxır.
Əgər 10 yarpaq verilibsə, bir nöqtədən çıxan yarpağın sayı 2-dirsə də, onu böldük 2-yə, elədi 5 dənə buğum. Yenə də n-1 düsturundan 5-dən də 1 çıxdıq. Neçə qaldı? 4 dənə qaldıq. Nə? Buğum arası. Bəli. Topa düzülüşdə isə, məsələn, 21 yarpaq veriblər. Minimum yarpaq deyilirsə, 21-i bölürsüz 3-ə. Çünki dedim axı, çox vaxt 3-dən 7 arasında dəyişirdi. 21-i böldük 3-ə. Bu elədi 7 dənə nə uşaqlar? Buğum. Düzdürmü? n-1 ilə də yenə də 7-dən də 1 çıxanda nə qədər qalacaqdır? 6 dənə buğum arası qalacaqdır. Yox, veriblərsə də, tutaq ki, hansısa bir rəqəm verə bilərlər. Siz diqqətli olun, ha. Minimum yarpağın sayına bölməklə maksimum buğum ala bilərsiniz. Maksimala bölməklə minimum buğum ala bilərsiniz. Yəni, standart qayda budur. Məsəl üçün, buğum arasını verməklə yenidən təzədən yarpağın sayını da tapmaq problem deyil. Necə biz burada bölürdük, sonra çıxırdıq biri. Bu əməliyyata tərsini eləyəcəksiniz. Demək, nə edəcəksiniz? Üstünə biri gələcəksiniz, düzdürmü? Buğumu tapacaqsınız. Sonra vuracaqsınız bir nöqtədə çıxan yarpağın sayına və ümumi yarpağı tapacaqsınız. Yəni, standart qayda bu cürədir. Yaxşı, indi gəldik, çıxdıq uşaqlar nəyə? Gövdən, deməli, biçilər özləri bölünür 3 yerə, ağaca, kollara və otlara. Ağacların kollardan fərqi nədir? Hər ikisi çox eləklər. Ağaclarda vahid silindrik bir gövdə olur və bir böyük çətir olur. Kollarda belə deyil, ana gövdə torpağın alt qismində yerləşib vahid gövdədir. Lakin torpağın üzərinə çatanda balaca-balaca, xırda-xırda nələr yaradırdı? Balaca-balaca çətirlər yaradır. Yəni, bunu biz belə də çəkə bilərik. Ağacda mən bayaq vurğuladım ki, bir vahid uzun silindrik gövdə idi və bir ədəd böyük nə yaradır uşaqlar? Çətir yaradırdı. Kolda belə deyil. Kolda ana gövdə torpağın altında yerləşir. Yerüstü hissəyə çatanda xırda-xırda budaqlar və balaca yerə yaxın nələr yaradırdı uşaqlar? Çətirlər yaradırdı. Hər ikisi çox illikdir. Hər ikisinin ana gövdəsi var. Lakin ana gövdə burada altda, ağacda üstə yerləşir və hər ikisinin gövdələri də odunlaşmış və mexaniki toxuma güclü inkişaf eləmişdir. Bəs otlar nədir? Otlarda mexaniki toxuma zəif inkişaf eləmişdir. Burada əlbəttə ki, biz bura deməli, hansı bitkini, bananı bura aid eləyə bilmək, bananda yetərin qədər və qamışda sərt idi. Amma otlar bölünür 3 yerə. 1 illik, 2 illik və bir də çox illik. Yadda saxlayın. 1 illik bitkilər həmin ili toxumu əkiriksə də, vegetasiya dövrü, yəni birinci il toxumu əkiriksə, vegetasiya dövrü həmin il əgər yekunlaşırsa, biz belə bitkilərə dedik nə? 1 illiklərə. Yox, 2 illik bitkilərdə belədir. 2 illik bitkilərdə bitkinin toxumu əkirik. Həmin ilin payız ayında, vegetasiya dövrünün yəni ortasında meyvə kökləri və yaxud da kök yumrular və yaxud da digər metamorfozu adəti üzrə yumrular yaradır. Və yerüstü isə tamamilə məhv olur. Qışlayır. Gələn ilin yaz ayında həmin şişlərin hesabına, yəni yeraltıdsa yeraltı, yerüstüsə yerüstü, şişlərin hesabını təzədən yenidən gövdə, yarpaq, çiçək, meyvə, toxum yaradırsa, belə bitkilərə nə dedik? 2 illik bitkilər. Adəti üzrə yenə deyirəm ki, yumurlu bitkilərə aid edir. Çox illik bitkilər isə bunlara aidiyyatı yox idi. Çox illik bitkilərdə mütləq və mütləq kökümsov, bığcıq, sukkulent kimi müəyyən bir metamorfozlara sahib olmalı. Yəni, onlar bir ucdan qoruyur, məsələn, kökümsovlu bir ucdan yenilənir və bu bitkilərə nə dedik? Çox illik otlar dedik. Anlaşıldı mı?